Welcome to the show, let everybody know I'm done playing the game, I break out of the chain. You better buckle up, I pour in out the cup. This is my bohem, so drink it up, my friend. It's bigger than me, I'm getting so high that somewhere between the ocean ones, it's where I found my kingdom come. Somewhere between the ocean ones, that's where I found my kingdom come. My heart beats like a drum. Thank you so much. Hə. Şair müəllim, bu nə istəyirdiniz? Ay, bu nədir? Murad. Azər! Tamari! Röyxan, mən sizi təbrik eləmək istəyirəm. Ona görə ki, siz onu görmədən seçimlərdə tək qucağınıza qaldırmışdınız. Maşallah. Amma indi gördünüz də. Bunu mən demək istəyirdim, ay Azər. 3 nəfər ancaq. Adə, gücü var, qucağında finala qədər aparsın. Yaşayarıq, görərik. Mənim gözəlim, sənin 16 yaşın var. İlk sənə demək istəyirəm ki, sənə maşallah. Səni Allah qorusun. Çünki bu sənətdə sənin kimi enerji dolu bir qıza ehtiyac var. Amma mən bilmirəm sən nə ilə məşğul olacaqsan, hansı yolu seçəcəksən. Çünki bu elə bir yaşdır ki, ya hə, ya yox deyib yoluna davam etməlisən. Mən bilən onun başqa bir profesiyası da var, hə Murad? Maliyyəyə yönəlmək istəyir. İstəyir maliyyəyə daxil olsun, maliyyə fakültəsi. Mən sənə bir dənə sözdüm, əla, fakültətə daxil ol, fakültətə oxu. Sonra oxuyub pullarını Özün prodüsörü ol, özün qazan, özün ye. Zülfiyə xanım, davam eləyin. Buyurun. O bir sənəyə bənzirdi Alisa Möcüzələr diyarında. Buradan bir nağıl kimi. Mən deyim də, belə bir şey deyim. Tamari, o bizdə bir söz var. Allahın deyir, seçilmiş bəndəsidir. Onun o başına belə tumar çəkilib də. Yəni, hər tərəfdən bugün aktrisalığında göstərdi bizə ki, artist necə olur səhnədə. Orada nəinki vokalla təəccübləndirmək, səhnə mədəniyyəti, hər tərəfdən rəqsi, belə iştirakçıların haqqında çox danışmaq olmur. Çünki onlar öz sözlərini öz ifaları ilə, öz performansları ilə göstərirlər. Bizə artıq deməyə çox söz qalmır. Sadəcə demək olur ki, bilmirəm nə işlə, bəyək Röya xanım da dedi, Murad edir maliyyə ilə. Yox, qızım, sən səhnədə olmalısan. Sən təəccübləndirməlisən,
Sən möcüzələr göstərməlisən. Murad, təbrik eləyirəm. Teşekkür ederim. Amma Azərbaycanda zəhmət olmasa. Bizim bir qızımız var da artıq. Eldar, sizə necə? Deməyə bir söz qaldı. Zülfə xanımın fikirlərindən yola mənə çıxsaq. çox şirin, konfet kimi qızdır, konfet kimi mahnıdır. Amma deyim sizə dostlar ki, mürəkkəb, çox çətin açılan bir konfet kimidir mahnı. Çünki mahnını anlayıb, öyrənib, bura gəlib bizə çatdırdı. Demək olar ki, konfet qüsursuz, Bəli. çox gözəl notlar filan, beşməkan, 4 hər şey janr var yerindəydi. içində. 4 janr. Hə. 4 müxtəlif janr Bəli. bir nəğmədə. Və o eniş, yoxuşlar, bir aşağı notdan, mən notdan zil nota çıxmaq və s. Daha sonra bu Rap. kompozisiya var idi ki, uşaqların Məndən yaranıb, məndən oğurlayıblar, oğruçular. Mən onu qucağıma götürdüm, məndən sonra belə obraz orada da Nə qəşəng ideya Tamari vermiş. səhnədə Nə olmalıdır. qəşəng ideya verdiniz. ilham mənbə. Çox əla idi. Təbrik eləyirəm. Səni də Tamari, səni də Murad. Təşəkkürlər. Biz Tamarini yola salaq. Sonra sonda səsləyəcəyik səhnəyə.